Hər kəsə salam. Selamlar. Necəsiz uşaqlar? Uzun zamandır sual-cavab postu qoymuşdum və nəhayət ki, bugün çəkmək qismət oldu. Bugün bütün suallarınızı cavablandıracağıq. Gərək bizə nə suallar vermisiniz? Bu aralar çox az video paylaşırıq. Səbəbi ki, siz bilirsiniz, səbəbi nədir? Dərslər uşaqlar. Sevranın dərslərindən çatdıra bilmirik. Dərsləri çox olur. Sən necəsən? Yaraşıq? Yaxşıyam, balam, sən neymişsən? Yaxşıyam. Bugün suallar verilib, gəlin cavablayaq. Birinci, sual verib ki, yata bilməyəndə nə edirsiniz? Ya sual veriblər ki, yata bilməyəndə nə edirsiniz? Deyəsən bu izləyicimiz yuxu problemi var bizim kimi. Heç nə, keçənin dərmanı olsa öz başına sürtər. Dəfə yedim. Yata bilməyəndə əsəbləşirəm, balışımı o yüzə çırpıram, bu yüzə çırpıram. Raqib də TikTokda oturur. Belə. Sonra, ikinci, Fidan, bizim daimi izləyicimiz sual verib. Ən sevdiyiniz maşın markası? Mənim Hələ hamımızı sual verir də yəqin ki. Mənim sevdiyim maşın markası Range Rover. Range Rover. Mən xoşladığımın adı nə idi? Hə? Mən xoşladığımın adı nə idi? Xoşlayıram ama adını Raqib bilir. Adı, bəlkə əlvi ağzından çəkib deyəsən. Hə, adı nə idi? Mercedes 212 Kuza. Yeşka. Bu cəmaət bilmir Kuza nə. Uşaqlar. Yeşka. Ada o Yeşka pis çıxır. Pis köhnə maşının adı. Adı deyə Yeşka. Yox da elə bildim köhnə maşında Yeşka elə demə. Hə, yaxşı. Mercedes C250, hə, odur. Hə, onu xoşlayıram. Uşaqlar maşını xoşlayıram amma adını bilmirəm. Yeşka idi də. Elə demə köhnə maşını Hə, təsəvvür eləyirəm Yeşka deyəndə. Yaxşı. Növbəti sual, hansı rayondansınız? Masallı. Bunu bilməyən izləyicimiz necə? Masaldanıq uşaqlar. Biz cənub bölgəsindənik. Salam Sevda bacı, necəsən? Videoda adımı çəksən çox sevinərəm. Adım Aygündür. Aygün, Aygün. buradan sənə salam olsun. YouTube'a başlamağa necə qərar verdiniz? Sevra xanım. Sevra uşaqlar istədi. Biz də xətrini qırmadıq. Amma indi bizə də çox əyləncəli gəlir. Gerisində sən davam elə. Sonra nə? Yox da, yəni YouTube'a başlamaq söhbətində sən gerisi. Sevra inad elədi. Hökmən YouTube çəkək, yataq YouTube çəkək, Nastya çəkir, falan kəs çəkir, biz də çəkək. Mən dedim, yaxşı çəkək də qızım, nə istəyən o da olsun. Tək sən xoşbəxt ol. Yəni Sən ürəyincə olsun. Sən sevin hər şeyə. YouTube'a başlamağımızın məncə ən gözəl tərəfi budur ki, uşaqlar böyüyəndə öz uşaqlıqlarına baxa biləcəklər. Ay sağ. Məncə ən yaxşı tərəfi budur. Sonra digər sualımız gəlir. Ən sevdiyiniz YouTuber? Raqif Raqifin Atik ailəsinə baxır. Atik ailəsini sevir. Başqa heç. Mənim ən sevdiyim YouTuber əsəbləşəcəm amma Kərimcana baxıram. Çox gülürəm. Kərimcana çox gülürəm, ona baxıram. Sonra kimə baxıram? Bir-iki dənə YouTuberə baxıram. Əsasən kinolara baxıram YouTube'da. Sonra kimə baxıram? Əsas nə oluyor ya? Ceyda və Fırata baxırıq. Sonra belə. Mən də Əşrəf təkə baxıram. Da baxa bilmirsən. Baxa bilmir. Sonra növbəti sual. Sevda xala neçə yaşınız var? 18. 42 yaşı var. 18. 18 məni hər zaman 18 yaşında bilin. 18 yaşım var. Ən sevdiyin rəng? Raqif əmi, ən sevdiyin rəng? Bir dənə də. Hə. Qara. Qara. Bu itib qaraların içində ancaq qara geyinir. Aycan. Mənə bundan al. Hə, alaram. Hə, sonra. Oturda. Durdu. Sevra yatmışdı, durdu. Gəbra, bu izlən gəl, üz gözü düzəldim sənin. Saçı başı və ata düzəltsin. Səhər məktəbə də mən gedəcəm də Sevra sənin yerimə. Niyə durdun ki qızım? Get əynimi geyin gəl. Get əynimi geyin gəl. Mən də al. Get əynimi geyin gəl. Pijamaları çıxart gəl. Hə, növbəti sualımız Aycan. Aslan. Hə. Növbəti ay getdi, bir dəqiqə uşaqlar. Hə, harda qalırsınız? Hə, növbəti sualımız harda qalırsınız? Nəsim rayonu. Uşaqlar, bizim qaldığımız yer o qədər qəribədir ki, baxın, bir tərəfimiz Nəsimidir, bir tərəfimiz Əcəmidir, yuxarımız 9-dur, Binəqədidir, bir tərəfimiz 4-dür, yəni biz tam ortada qalırıq. Vallahi hər tərəfdən varıq da. Sevroş gəldi. Gəl, otur sən də. Qəşəng qızım əynini dəyişdi, gəldi. Baxın oyandı, saat məktəbədə biz gedəcəkdik Sevroşun yerinə.
Videoda adımı çəksən yaxşı olar. Adım Xədicə. Salam Xədicə. Xədicə, salam sənə. Sonra növbəti sual. 3-cü uşaq gözləyirsiniz? Yox. Hayır. Asla, qətiyyən düşünmürük. 5 Bu- dənə. Asla, yəni asla. Bu bizə, bu bizə Çok güzel. hakucu kucu göstərdiyi kimi 5 uşağa bərabərdir. Ha. Hə. Arkadaşlar. Arkadaşlar, arkadaşlar. Arkadaşlar. Hə. Mən 5 dənəyəmdir. Arkadaşlar. Hə. Sen yakaya yazı dedi. Hə. Hə, çox sağ ol. Başladı başlamıyor. Hə, məktəbin həyətində samolyot görürlər, onu deyir. Yəni Raufdan sonra travmamız yaranıb uşaqlara qarşı. Ben beğendim. Hə, sonra. Hə, növbəti sualımız sonra. Nasıl nerede baba ne varsa için mama? Bana. Hə, bu arada uşaqlar zarafatsız yaşımı soruşmusunuz. 26 yaşım var. Yanvarın 19-u 26 oldu yaşım. Uçak. Özümü elə hiss edirəm ki, 26-ya keçdim, qocalıram. Hı. Artıq qocaldığımı hiss edirəm. Sonra növbəti sual. Təbində 1986 yaşıyor. Hə, ona görə ha. Hə qızım. Atan neçə yaşı var? Bilmir. Bilmirsən. Növbəti sualımız. Sevra neçənci sinifdə oxuyur? Sevra 1-ci sinifdə oxuyur, ha, dostlar. Az çok mazur verdim. Bir dəqiqə. Şimdi yazdım. Telefonu səssizə atay. Aha. Sevra 1-ci sinifdə oxuyur, dostlar. Aşağı. Rafın da 4 yaşı var. Raf neçə yaşın var? 3 qurtardıqda da 4 yaşın var. 4 yaşım var. Bəli. Bəli, mənim də 6 yaşım var. Hə, sənin ruhun altıdır. Kakao Sevra növbəti sual. Sevraş dərslərini necə oxuyur? Əla. Allah. Sevraş dərslərini yaxşı Arı oxuyur. kimi çalışır. Arada bilmirəm. Arada almıram qiymət. Prosta Çox vaxt arı kimi çalışırsan Hə, yazılır. onlar uşaqlar Sevra qiymət almır. İndi uşaqlar məncə çox qiymət almırlar. Gündəlikdə arı kimi çalışqan, nə bilim belə stikerlər alır falan, amma alır. Pis deyil dərsləri şükür Allaha. Prosta Sevrada tənbəllik var. Biraz daha tənbəl olmasa hər şey yaxşı olacaq. Elə deyil. elədir. Anasına oxşuyub təmbəllikdə. Mənə tənbəlliyimi görmüsən ki? Təmbəlsən sən, təmbəl. 100%. Hə. Ata təmbəldir. Yox. Hə, ata tənbəldir, ana tənbəldir. Ana. Ana nə tənbəlliyini Ana görmüsən? təmbəldir. Yatır bütün günü. Hə. Atasadı. Neçədə dururam mən? Mən 7-də dururam, Sevranı məktəbə qoyub gedirəm işə, bir də axşam saat 12-də gəlirəm evə. Hə, və Sevranı məktəbə durub kim alır? Öz-özünə Sevra. Mən hazırlayıram, mən geyindirəm, mən naharım verirəm ona. Hə, ata geyindirirsən. 8-in yarısı səni təpikləyib qrafatdan atan kim olur? Ata durğuzur səni, ata geyindirir səni. Yalansa. Sevranın baxışı məncə hər şeyi açıqlayır. Hə, kim eləyir? Ata. Ana. Ata. Mən küsəcəm səndən. Növbəti sualımız nəysə. Ata. Nəysə, harda tanış olmusunuz deyir. Beyləqanda toy yerində. Hədis deyil. Hadi tanış olmuşum masalda. Harda tanış olmusunuz Ragif müəllim? Sevda xanımla harda tanış olmusan? Hə? Harda tanış olmusan? Tanış olmamışıq ki, elə promo evlənmişik. Heç nə hələ gördüm, xoşum gəldi, sevdim, evləndi. Ay Allah uşaqlar. Biz elçilik yoluyla dədə-baba üsulu ilə evlənmişik. A dostlar biz. Sonra növbəti sualımız. Hansınız daha çox qısqancsınız? Uy. Hansınız daha çox qısqancı? Ata. Ben kıskandım. Ragib, sən kimi qısqanırsan Sevoşcan? Atanı anaya qısqanır, hə? Yok arada sen kakaş kutu alırsın. Arada atayla oynuyorsan. Ben kıskanırım. İndi kim? Atanı qısqanırsan hamıya, hə? Atan qısqanırsan, ananı qısqanırsan. Atanı. Atanı tabii. Tabii ki atanı Tabii ki, istiyor. hə. Ragib, sən qısqancsan, ya mən? Ən çox hansımız qısqancı? Mən qısqancam, baxıb dərəcəsi. Dəmdə görün nə deyirdim? Nəsə deyirdi Sevoş? Ata, şimdi çıktım saçımı daradım. Mama saçımı kırladı. Ben de elime kırıyorum. Hə, nə Hə, qəşəng. şimdi çıxdı baxım elə. Ən böyük xəyalınız nədir yazıblar? Şükür abla bütün xəyallarımızı gerçək olub. Yox. Mənim olmayıb məsələn. Hansı? Başa Sən 2-3 dənə xəyalın var, onlar inşallah olar da. Başda pravadır. Yes. Ata bir şey diyeyim.
Mən nə qədər olmasa da bir şey Allah'a deyirəm, Allah mənim üçün eləyir. Allah şükür, Allah. Qızım bax. Hə, indi mənim xəyalımda can gerçək olacaq. İnşallah nə vaxt mənim provalıma düşür. İnşallah dövlət açan uşaq pulu versə sənə prava alacaq. Ölməşəyəm ölmə, hə. O da prava, ölməşəyəm ölmə, hə. Bana basın boya boya. Sənə prava böyüyən kim alacaq? Və mən Sən böyüməmsən hələ. 18 yaşım var hələ. Yox, hələ 3 yaşım var. 15 ilin var pravaya. Nə edirəm ki, qocalığımdan sonra mən pravanı? Ailə münaqişəsinə döndük. Vəfşi şey video. Prava anı alıb sənə. Bana. Ay su. Əsas sual. Sevda xala üzünüzü niyə göstərmirsiniz? Ragif. Tanış edim Ragif koymur. Ragif müəllim qoymur. Bəli uşaqlar, inşallah bu sözümüz sözdür. 1000K'da ki. 100K'da Allahın izniyle 100K'da göstərəcək. Yəni 100K kutlamasını bir yerdə eləyəcək. Nə edirsiniz məni? Vacibdir sizə. Əsas videolara baxın, əylənin videoda. Nə edirsiniz məni? Sen kim tanıyandı ki? Atay. O gün Sevara deyir ki, əlim əzildi. Deyirəm kimdir sənə əllə tanıyan kəs atdı. Ondan sonra ancaq mən elə deyir. Hə, növbəti sual, niyə canlı açmırsınız? Uşaqlar, bir halt etmişik, bir səhv eləmişik. O gün canlıda, Sevra canlıda tək oturdu. O canlıdan sonra YouTube canlımızı bağladı. Adam qalmayıb ki, ağız açay, adam qalmayıb deyək, o sosial şəbəkə qalmayıb ki, girək. Canlını düzəldə bilmirik. Giririk YouTube'a, deyir ki, olmaz. Canlınız deaktiv edilib. Əgər bunu bilən varsa desin, girim düzəldim. Həmən açar, məncə problem yoxdur. Daha da bizə canlı xoşdur ki, oturub sizlərlə söhbət edə bilirdik. Növbəti sual. Nədir növbəti sual? Buyur. Növbəti sual. Ragif əmi nə işləyir? Ragif əmi maşın ustasıdır. Maşın ustadı, teker ustadıdır. Tekeri düzeltir. Teker düzəltmir aşkım. Teker de düzeltir. Teker düzəltsin bala. Yox, teker düzəltmir. Ragif şeydir. Arada Sünger. canlı. Maşın. Arada canlı atır. Hə, Ragif əmi YouTube'da, TikTok'da tez-tez canlı açır. Girersiniz onun canlılarına, yazarsınız gördə. Ragif əmi YouTube'dan gəlmişik. Herkes bir defa gören olar. Hə, tanıyıb yazarsınız Ragif əmi YouTube'dan gəlmişik. Salam olsun sənə YouTuber Ragif əmi. Annenize benzeyende Hə. deyin ki girin canlı hemen Ragif yazın Ragif Ami. Uşaqlar, məni soruşursunuz. Mən də metestralığı bitirmişəm, amma işləmirəm. Niyə işləmirəm? Çünki bəbələrim balaca. Nə vaxt sənə elə? Nə vaxt sən elə? Bunlar böyük olsaydı işləyərdim də. Çocuklarım balacadılar, ona bax. Niyə ata bu? Uşaqlar balacadılar. Ona görə hələ ki işləməyim alınmıyor. Sənin göz yaşına rahat gətirmər. Ata mənim dürüddü. Növbəti sualımız, ən sevdiyiniz dizilər hansılardır? Hansı dizilərə baxırsınız? Evde tek. Ona aydildə demə baxır. Ragif bir dənə Eşrefə baxır. Ay yazıq, ona da baxa bilmir. Eşrefi şeydən yığışdırırlar axı YouTube'dan. Necəyə baxıram da o? Nədir o? Nədir o? Elena. Eleni taşacaq. Aşkım, deyil orada da qalıb. Baxın, yeraltı. Yəni çox qəşəng kinodur da. İndi qoyacağam, çox qəşəngdir. Birinci bölümüdür bunun. Mən bugün baxmışam. Yeraltı nədir? Eleniyə baxacağım. Görün. Bu daha qəşəngdir. Elenidən daha qəşəngdir. Yeraltı super kinodur. Buna da baxarıq. Hə, Yerin üstünü bərbad eləmişsin, keçir yerin altına. hə uşaqlar, yeraltıya baxıram. Taşacaq bu dənizə baxıram. Uzaq şəhərə baxıram. Bu üçünə baxıram. Başqa heç bir üçünə baxmıram. Oturan bir yerde bakırım. Sevra daha çox. Yuxum gəldi. Sevra daha çox. Atası eləmə. Sevra daha çox YouTuberlərə baxır. Linaya baxır. Elif. Hə. Gözlədim. Düşecek denize bak. O da tasacaq. Amma YouTuberlərə daha çox baxır da. Elif Sinema baxır. Gamzeyə Kartaya baxır. Linaya baxır. Sən tomat nə qoyursan belə? Nastiyə baxır, hə. Belə Ragif bir də şey taşacaq bir dənizlə baxır da. Elif Sinem nə idi? Eşref yerə baxır da ona da baxa bilmir. Hansı ölkədə yaşamaq istərdiniz? Mən Amerikada. Sən harada yaşamaq istərdin? Hə? Hansı ölkədə yaşamaq? Belə qanda. Sən hansı ölkədə yaşamaq istərdin? Hə, Almaniyada.
Niyə Almaniyada? Çünki ora yaxşıdır. Mən Amerikada. Allah qismət eləsin Amerikada. Orada yaşamaq istəyərdim. Gedirdim də Fransaya getmədim 4-5 il bundan qabaq. Hələ vurur başıma. 5 il öncə uşaqlar Raikvə Fransadan təklif gəldi ki, bəs gəl, bir dostu var idi. Hər şeyi təşkil edirəm, gəl gedək. Mən getmədim. Yəni Onda Sevra heç var idi. 1 yaşı var idi. Hə, körpə idi. Karantin vaxtı idi. Elə bildim mən qoyardınız gedəsəydiniz. Getmədik 5 ildir. Hər söhbət, xaric söhbətə açıldığında bu mənim başıma danq deyə vurur. Yenə də yaxşı ki getməmişəm. Peşman deyiləm. Getmədiyimə. Mən deyirəm Amerikada ya. Yəni heç ona da getmərəm məncə. Məncə öz vətənimiz daha yaxşıdır. Gedib yabancıların arasında nə işim var? Nə diyor əsnir, bu əsnir, yuxum gəldi. Sevra əsnəmədə mənə də əsnəmək. Siz əsnirsiniz, mən də əsnirəm ha. Belə Sevra, ən sevdiyin dərs hansıdır? Yazboş Sevra, ən sevdiyin dərs hansıdır? Riyaziyyatı sevir. Sən uşaq vaxtda ən sevdiyin dərs hansı idi? Hə? Ən sevdiyin dərs hansı idi? Heç Ən biri. sevdiyim dərs ən maşın düzəltmə. Dərs. Dərs? Hə. Riyaziyyat. Qızım mənə oxşayıb həqiqi. Riyaziyyatı xoşlamışım. Hə. Mən də. Çox qəşəng sped, amma çətin olanda bezmişəm. Aha, növbəti sualım. Sevda xala, peşənizin nə olduğunu bilmirəm, amma hansı peşəyə sahib olmaq istərdiniz? Peşə nədir? Sənətdə, yəni. Uşaqlar, mən uşaq vaxtı xəyalım, yəni 6-cı, 7-ci sinifə qədər xəyalım coğrafiya müəlliməsi olmaq olub. Çox sevmişəm coğrafiyanı, yəni başa düşə bilməyəcəyiniz dərəcədə çox sevmişəm. Amma 19-cu sinifdən sonra hüquqşünaslığı sevmişəm. Yəni ədalət dağıtmaq istəmişəm. Bir də ki, psixoloq olmaq istəyir. Yox, psixoloq olmaq istəmirəm. Mən əsəbi adamam. Biri gəlib mənə Şimdi olmaz. Hə. Biri gəlib mənə psixoloji vəziyyətin açır. Ərindən zadına şikayət edir. Gedib o kişini öldürür. Məndən psixoloq çıxmaz. Mən əsəbi adamam. Nəysə, belə. Biri yazıb ki, uşaqlar davranışınızı çox sevirəm. Hər zaman belə qalın. Ay, çox təşəkkür ederiz. Çox təşəkkür ederiz. Belə şeylərdə mən baxmayın. Bəzən həqiqətən. Ata, burada mama. Hə. Burada mama cıldan düzəltmişdi nə gün? Yox, mənim əziz izləyicilərim yazmışdı ki, Sevda xala çox qəşəngdir hamısı. Belə, sonra yemir mandalina, skur şey eləyir, saxlayır bir tərəfdə. Sevra, bugün sənə açıb, belə də atıb. Yenə mənim yuxum gəldi. Mən yemirəm. Yox, mən verməm. Yox, ürəyim bulanır da qızım, ürəyim bulanır. Yazıblar ki, yemirəm. Quba və masallı vlogunuzu çox bəyəndik. Növbəti dəfə hara gedəcəksiniz? Masallıya. Uşaqlar, masallı yolunu buradan evdən metroya qədər, evdən metroya kimi eləmişik. Yenə masallıya gedəcəyik. Bu dəfə xeyir üçün gedəcəyik masallıya inşallah. Növbəti həftənin bazar günü. Siz indi bu videoya baxacaqsınız ya birinci gün ya ikinci gün. Biz isə gedəcəyik bazar günü masallıya. Xeyir bir işə görə gedəcəyik. İnşallah yenə vlog da çəkəcəm sizlər üçün. Rafi evləndiriyor masaldan. Rafa qız tapmışıq uşaqlar. Rafa evləndirəm canımı qutarsın, kesin arvadı çəksin. Qubada nə dedi yolda? Mən ata ilə qalmayacaq, arvadla qalacam. Hə. Ata ilə qalacaq, arvadla. Arvadla. Hə. Ata ilə qalmayacaq. Atayın qalacaq. Arvadla qalacaq. Arvad şirində ata. Arkadaşlar bura bakın. Yox, arvad. Arvadla qalsanız, arvad şirin olardı. Rauf, mənə bax. Yemək sən bişirətsən ya arvad? Mən. Görürsən. Arvad nəsin almışsan? Sən evdə yemək bişirəndə belə düşünürsən öz özlüyündə. İyi. Mən işdə əziyyət çəkib gəlirəm və yemək hazır olmalıdır da. Və o gün nə bişirdin? Pişirəm də arada, dayı xəstəzad olanda elə mən yedim. O gün bir pandori deyənlər, ay bala, o gün bir yerə dəvətli idi. Həmin günü evdə idi Ragif. Mənim də başım qarışmışdı. Hay can. Hə, qoyaram gözlə. Mənə bax, atıya bax. Qaqa, arvadla qalarsan, atayla. Arvadla. Sən ondan əli Biz üzdə. bu nəyə düşdü, döndü bunun işi. O şeydə zardardı, deyirəm, şana. Mirağa yoxsa ana. Deyir, əlbəttə Mirağa. Bunu ona düşdü. O kimdir? Mən ona Şanaya baxım. baxmamıza. Sən o kimdir? Masaldan var ya qız, Mirağanın sevgilisi. Mirağa kimdir? Və mənim də aşkım vardı. Mən heç bir şey xəbərim yoxdur. Ragifin ekran sürəsi 24 saat. Sen var ki
Üzümlü kekim deyirəm. TikTok'da var uşaqlar, Xoşqədəm xanıma çıxıb məşhur olub. Sən mənim üzümlü kek. Yo, de şəkimi orada oxumamışam mən. O Hasan bağışladı, son da oxuyacağam. O da oxumalıdır mahnını. Mən də səndən küsəcəm. Camaat ərindən küsür, gedir əri ona 180 manatlıq gül alır. Biri ərindən küsür, əri gedir ona Samsung S Ultra alır. Mən də səndən küsüm gedim, sən də bəlkə mənə nəsə prava alarsan. Mən pravaya qaydacam geri, küsüb gedirəm, uşaqlar dalaşıb gedirəm. Bu arada o 180 manatlıq gül alanla S Ultra alana buradan salam olsun. Onlar kendilərini biliyorlar. Hə, nəysə belə, gördün? Qanımın içinə çimciydi. Vay dedi, atsın. Onu elə yemlər, at ağzı oxuramı, Ya ana. elə yemlər, adam elə ayıb deyək qızım. Necə yirçiyor? Götürür dişləyir o, bütün at ağzını şeylə. Suyun salır da aslında ona görə. Nəysə, növbəti sualımız. Nəsə ağır sualdır bu. Bəli, davam edirik. Deyir ki, Ragif əmi, həyatında yaxşı ki eləmişəm dediyin nə var? Yaxşı eləmişəm, nə var? Hı. Ən yaxşı birinci bu sənət öyrənməyimdir. Hı. Yaxşı ki öyrənmişəm. Hı. Və yaxşı ki 1, 2, 3 var həyatımda, bəs edər. 1 2 3 nədir da? 1, 2, 3. 3 mən oldu. Yox da evini belə saydım da yaxşı 1, 2, 3. Başım 1, 2, 3. Hə? Hı. Yaxşı, eyb yoxdur. Məndən incimə, yaxşı. Yaxşı da. Yaxşı. Yaxşı. Gün ərzində ən çox nə ilə məşğul olursan? Mən vallahi ev təmizləyirəm. O da maşın düzəldir. Bu oynayır, o da qışqırır, planşetə baxır. Mən də sevməm, nə oynayıram? Hə, yaman da, yaman da. Bəli, bəli, bəli. Bir videonun çəkilişi və montajı neçə saatınızı alır yazıb. Sevda xanımın bir günü. Vallahi uşaqlar, məsələn, oturmuşuq düz 1 saatdır bu videonu çəkirik. Amma başımıza bayaqdan oyunlar gəlib. İndi mən bunu kəsəcəm. Siz harasa 15 dəqiqəsinə qədər oturub baxacaqsınız. Mən vaxt eləyə bilmirəm. Harasa 2 gün əlləşirəm. Edit eləməyə falan. Belə 2 gün harasa əlləşirik. Neçə uşaqsınız ailədə? Bizə sual verilib. Ragifgil 4 uşaqdılar. 3 bacı, bir qardaşdılar. Mən isə bir dənə uşağam. Mənim belə eşim, təkim, o birsimlə bu birsim yoxdur. Bir dənəyəm. Aferin sənə. Bir dənəyəm. Bəli, ailəmin də bir dənəsiyəm. Ragifin də bir dənəsiyəm. Hə, mən neçə dənəsiyəm? Daha oynayayım. 3. Niyə? Bir dənəsiyəm də. Ragifin də bir dənəsiyəm. Tamam. Hə, yaxşı. Ragif, sənin neçə dənənə? Bura git bura. Getdik oynamaya uşağına. Bura gel bura bura. Ora get, ora. Git ora git şey gösteririm sana. O camda ye onu ölmeyeceksin. Növbəti sualımız sizə Ölmezsin. Allahım, danışa bilərəm. Ha. Növbəti sualımız sizə mənfi rəylər gəlir. Bəli uşaqlar, 1-2 dəfə gəlib. Mənfi rəylər gəlib yazıblar. Bəli uşaqlar, gəlir. Natıldamayı xoşlamır, bilə-bilə. Hə. Mən ağız pastırlatmadan zəhləm gedir, nifrət edirəm. Bu da oturub eləyir. Yerimi rahatladım. Aha. Sizə mənfi rəylər gəlir yazıblar. Hə uşaqlar, arada olur. Oy. Arada olur, gəlir. Onsuz da onları silirəm tez zaten. Boş bekar adamlar oturublar. Yəni mən də baxın nə deyəcəm sizə. Birinci Ragif fikrindəsə, sonra mən deyim. Nə deyirsən balam bu söhbətə, mənfi rəy söhbətinə? Ağılsız adamlardır, başı işləməyən adamlardır. Xoşun gəlmir, çevir, baxma. Baxım nəsə artıqəsi yazılsa, evin tərbiyəsini, evin içindəki tərbiyəni göstərirsən. Şu. Öz ailəni necə davransa, o mənfi yazanda elə bir adamdır. Uşaqlar. Hə, o şimdi... Ata-açıqda mahnısı oxuyur. Hə, mənfi yazan, nə bilim, istəyir qadınından, istəyir kişisindən normal adamdır. Xoşun gəlmir, baxma. Sevir. Durub ora artıq yazan, öz ailə tərbiyəsini göstərmiş bir adamdır. Yəni
Yəni də, yəni baxa o qədər olur ki, TikTokda qabağımıza çıxır videolar. Bu nə deyir deyib Mən keçirik. TikTokda heç kimə şey yazmıram. Mən də heç kimə heç YouTube'da da yazmıram. Məsələn, Təsadüf olur tanıdığım uşaqlar yazıram. məsələn nəsə paylaşır, əl atarım, bir şey eləyərəm, durub ona və yaxud da tanımadığım bir adamın durub şeylə yorum yazım artıq şey, xoşum gəlmir. Mən də heç vaxt yazmamışam yorum kiməsə. Var ya, yəni paylaşımlara yazaram tanıdıqlarıma falan. Yəni nəsə məni o dərəcə dərindən etkiləyər ki, məsələn mən yazaram ki, ay nə qəşəngdir falan filan belə. Mən isə ancaq öz TikTokum var. Öz TikTokum var və ata-ana var. Ata çıxan kimi bəyənirəm. Hə, Sevran. Bayaqda yazmışam mənə sərsə dayanmadan WhatsAppda. Nə yazmışam? İlan qurbağa heç gör oxumaq olur nə yazmışsan? Səs də atmırsan, heç səsin gəlməyib. Mən özüm eləyim. Bayaq mən nə eləmişəm uşaqlar, Raqif mənə görüntülü zəng eləyib. Göstərirsiniz. Mənə bax, Raqif necə eləyirdim bayaqlar? Raqif mənə görüntülü zəng eləyib danışır, mən necə eləyirdim? Laydın doğru. Yox, sən necə eləyirdin? Necə eləyirdim göstərəmirəm, nə olur göstər. Nə bilim yanımda qalmayıb. Yox, mən danışırdım, heç səsim ki, səs gəlmir ha. Necə eləyirdim göstər. Nə bilim vallahi. Da mən özümü göstərmirəm də, sən danış amma səsin çıxmasın da elə. Deyirəm nə deyirsən? Ağzımı tərpədirdim də, yalandan eləmə. Uşaqlar, ağzımı tərpədirəm ki, nəsə deyirəm, Raqib edir. Nəsə olub telefona səs gəlir. Allah qurtar. Haydi. Cıtlarım, samaya cıtlarım, havaya nana. Yaya cıtlarım, cıtlarım, samaya cıtlarım. Aferin Rafa. Alqışlayın oğlumu yorumlarda. Yorumlarda da alqış işarələrimizi alaq. Mən ondan qəşəng oxuyuram, məktəb oxuyuram. Sən mənim müğənnimsən də, starmsan mənim vəbşə. Hələ məktəbdə də oxuyuram. Sənə bir gün... Hə. Hər gecə oxuyuram, hazırlıqda. Və valla sənə bir gün oxumağınla əlaqədar, ya aktyorluğunla, aktrisalığınla əlaqədar nəsə bir təklif gəlsə mən qəbul edəcəm. Kiminsə toyu olsa gedəcəm orada oxuyacam. Zarafaslara qəbul eləyərsən, Sevraya nəsə bir təklif gəlsə onunla bağlı. Niyə? Deyə bu dərsini oxusun. Dərsini oxusun, amma mən eləyərəm. Vallahi ağlı sifətinə... Qorxdum. Sən niyə qorxdun? Rauf sən gözü qorxudu be. Görmədim burnuma vurdu, burnundan qan açıldı xəttə. Can, mənim yazıq balam, ay Allah, ay Allah. Sən anan, sən bu qədər işgəncə verəsən deyə böyütməmiş heç ki. Bu qədər işgəncə görəsən deyə böyütməmişdi səni. Onun nəvəsi özdə. Sənə də işgəncə verən onun nəvəsi. Hə, Rauf? Hə. Atanı sevirsən ananı. Atanı? Bura baxın. Atanla qalarsan arvadla. Yox, Qartmı? görsən ananı atır, arvadı atmır, görsən. Valla sən də get ailənlə, uşağınla, məndən uzaq ol. Mənə bir 25 il zülüm verəcəksən. 25 ildən sonra ged arvadına zülüm ver. Mən də iqra oynamaq istəyirəm. Niyə? Xoşum gəldi. Rab oynuyor, xoşum gəldi. Bir ata da oynasın da biraz. Qudurmaya. Nə dedi, nə də? Bu uşağa kim tərbiyə verir? Sən. Bu, sən. Eşitmə. Lava açdın, gördüm. Nəysə uşaqlar. Bu arada suallar gəlir ki, canlıda falan, Sevra gəlir, Roblox falan oynayırlar. Yox uşaqlar, mənim uşaqlarım onlayn oyun oynamırlar. Teşekkür ederim. Bir tane bir şey diyebilirim. Biri mənə dedi, daha Zapitigil dedi ki, Roblox üçləməyin olmaz. Bəli, olmaz. Niyə deyim? Yox, demə, YouTube bizi bloklayıb eləyər. Lazım deyil uşaqlar, onlayn oyunlar oynamaq lazım deyil. Məncə heç kimə də tövsiyə etmirik. Olmaz. Yəni Sevragilin bu baxmayacaq 5, 10, 15 yaşına qəti şəkildə ailəmizin tək qadağası onlayn oyunlar oynamamaqlardır. Baxın TikToku var, özünə aid hesabı var, orada baxır, oynayır. WhatsApp-ı var, atası ilə danışır. Mən TikTokumu açsam patladaram da. Birdən videoları var, Allah. Sonra cürəbəcə iqraları var, oynayırlar. Amma onlayn oyun tək qadağamız elə deyil atası. Olmaz. Ata elə düzəldirəm ki, çox qəşəngdir. Mən videolarımı düzəltdim. Sevra var, Sevra uşaqlar çox qəşəng editlər eləyir, dəhşət çox qəşəng editlər eləyir. Şimdi mən açsam da mən onu tık eləyirəm, atarım, göndər.
Böyle bugünkü videomuzda bura kadar. Videomuzu beğendiyse, tamam geldin. Videoya başla kanalımıza abone olun ve arkada uyatmayın. Uyayayım. Hələ ürəklərim, hə? Növbəti Gördüğümdə suallarınızı, mən danışmıram da dedi hər şeyi. növbəti suallarınızı bu videonun altına yaza bilərsiniz. Sual-cavab postumuzu da silirəm. Növbəti dəfə qoyanda təkrar suallarınızı cavablayacaq əzizlərim. Buyur. Salcabı silsən. Bunu yox da, yəni uşaqlar sual verdilər, sual-cavab silirəm ki, də oradakı sualları cavablamışıq da. Yəni növbəti dəfə sual-cavab videosu çəkəndə yenə qoyaram, yenə cavablayarıq insanların suallarını. Danışmaqdan yoruldum bu kadar. Hə, arkadaşlar. Desin nə deyir? Ayşə. Sen bana şekillerini at istiyorsan düzeltin. Yaxşı, Ama video olsun. yaxşı, baş. Bəli uşaqlar, belə təkrar eləyək kanalımıza abunə olun, like atın, yorum yazmağı unutmayın. Yenə gəldi. Gəldi. De əsəbləş. Kanalımıza abone olun ve arkada uyatmayın. Hayır.